İş yoldaşına qətlə yetirdikdən sonra cinayətin gizlətmə məqsədi ilə meyidi hissələrə ayırıb dərəyə atmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abbasovun cinayət üzrə məhkəməsi keçirilib. Bakı Azadlıqlar Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs olan Fazil Feyzullayev dindirilib. Onun sözlərinə görə zərər çəkmiş şəxsə 3 il bir yerdə qalıb və aralarında heç bir ədavət olmayıb. Aramızda ev təmizləmək üstündə söhbətlər olurdu. Xələf dostum idi. Onun dalıyca bir dəfə ailəsi barədə nalayiq danışıb. Hadisə 5 aylarında oldu. Mənim var-yoxumu söyərək üstümə gəldi. Anında bir yumruq vurub yerə yıxdım. Sonra başını çarpayıya çırpdım və çarpayının ayaq hissəsi ilə dəfələrlə başına zərbələr endirdim. O ünvanıma elə söyüşlər söydü ki, ölənəcən vurdum. Sonra onu doğramaq qərarına gəldim. Gedib üçün kuruğu deyilən ərazidən bıçaq və kəsici aləti aldım. Onu bədən və ayaqlarını 2 yerə bölüb telefonlara yığdım. Telefonları tək çıxara bilmədim. Taksi çağırmışdım. Ülvi və Elmira da orada idilər. Üstüm başım qan değildi. Çünki evi qandan təmizləmişdim. Eyni zamanda çimib əynimə təzə paltar geyinmişdim. Telefonları Ülvi Abbasovun köməkliyi ilə taksiyə qoyduq. Əvvəlcə taksini Şamaxinkaya sürdürdüm. Sonra sürücüyə 85 manat pul təklif edib Ağsu aşırımına sürdürdüm. Aşırıma çatanda əvvəlcə onun bədəninin bir hissəsini dərədən aşağı atdım. Digər hissəsini də atmaq istəyəndə gördüm ki, uzaqdan bir maşın gəlir. Tez taksiyə əyləşib ərazidən uzaqlaşdıq. Sürücüyə dedim ki, bunlar köhnə zibildə atdıqlarım. Sonra bədəninin qalan hissəsini də rayon ərazisindəki Cavanşir gölünə atdım. Mənlə bir yerdə təqsirləndirilən Ülvi Abbasovun günahı yoxdur. Etdiyim əmələ görə peşmanam. Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Nəsim rayonu ərazisində baş verib. Belə ki, gecə saat 4 radələrində 1977-ci il təvəllüdlü Fazil Feyzullayev kirayədə yaşadığı evdə onunla birgə yaşayan Tərtər rayon sakini 1991-ci il təvəllüdlü İskəndər Əliyevi küt alətlə qətlə yetirib. Sonra isə o meyidi avtomobillə Ağsu dolaylarına gətirib. Meyidin 2 torbasını Ağsu dolaylarından dərəyə, digər 2 hissəsini isə rayon ərazisindəki Cavanşir gölünə atıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayət hadisəsinin üstü açılıb və Fazil Feyzullayev və ona kömək edən Ülvi Abbasov saxlanılıb. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 122.1-ci, yəni bir qrup şəxs tərəfindən adam öldürmə, 120.2.5-ci, yəni tamah məqsədi ilə adam öldürmə, 120.2.9-cu, yəni təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adam öldürmə, 120.2.11-ci, yəni quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmə əlaqədar adam öldürmə, 181.3.3-cü, yəni külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq, Feyzullayevə qarşı eyni zamanda 245-ci, yəni meyit üzərində təhqiredici hərəkət maddələrlə ittiham irəli sürülüb. Orxan Rasifoğlu, Məhkəmə xəbərləri.